أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين والصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا أبي الزهر أبي القاسم المصطفى محمد إلهي أنتقني بالهدى والهمني التقوى وفوز أمري إلى الله إن الله بصير بالعباد. Esselamu aleyke ya Fatıma Zehra Seyyidetun Nisa'il Alemin. Esselamu aleyke ya Qurrate Aynir Resul. Esselamu aleyke ya Binte Muhammed. Esselamu aleyki eyyetühe siddiqetu şehide. Xanım Fatıma Zehra'nın pak və mütəhhər ruhun salavatla yad elə. Allahümme salli ala Muhammed və ali Muhammed. Bugünkü Xanım Zəhranın şəhadət günləri ilə bağlı olan mövzumuz İslamda dəyərlər nədən ibarətdir, bunun barəsindədir. Mövzuma keçməmişdən öncə Quran-ı Kərimin bir ayəsini diqqətinizə çatdırım, elə bəhsimiz də bunun haqqındadır. Çünki mövzumuz Xanım Zəhradır, onun üçün də gərək Quran-ı Kərimdən müqəddimə açaq. Əhzab surəsi 35-ci ayədə Allah Teala belə buyurur ki: "İnnel muslimine vel muslimat vel mu'mine vel mu'minat vel qanitina vel qanitat." Ayət davam edir. Allah Teala sadalayır. Gəlir yetişir bura ki: "A'addallahu lehum mağfiratan ve ecran azima." Selamun aleyküm və rəhmətullah. Mövzu və bəhs bundan ibarətdir ki, İslam dinində dəyərlər nədən ibarətdir? Biz bəzən dəyərlərə diqqət etmirmərik. Məsələn, biz bəzən kimin yaxşı pulu var, kimin yaxşı evi var, kimin yaxşı maşını var, kimin yaxşı işi var, biz dəyərləri onda bilərik. Demirəm, bunlar nemətdir. Bu saladığımız şeylər hamısı, bu maddi aləmdə bizə lazım olan hər bir şey, zəruri olan hər bir şey nemətdir. Amma dəyər deyil. Düzdür ki, Allahın verdiyi nemətlərin müqabilində bir sıra vəzifəmiz var. Məsələn, Allah var, dövlət veribsən, bir iş veribsən, bir məqam veribsən, o vəzifə gətirir. Məsuliyyət var onun böyründə. Amma bu dəyər sayılmır. Bəhsimiz budur ki, İslamda dəyərlər nədən ibarətdir? Yəni, bir sözlə Allah insan nəyinə qiymət verər? Başqa bir söz deyim. Allah insan nəyinə ucaldar? Hədis var, deyir, bəzən insan cəmiyyətdə məşhurdur. Hər hansı bir sənətdə, bir ruhanidir və seyiddir və s. Politolog da məsələn, fərqi yoxdur. Deyir, cəmiyyətdə məşhur olar həmin şəxs, bir şəxs. Amma yuxarıda o məşhur olmaz. Yəni nə? Yəni Allah yanında o ucurlu məşhur deyil. Yəni əməllər o qədər geniş deyil ki, Allah yanında məşhur olar. Əksi də vardır ki, elə insanlar var cəmiyyətdə, məşhur deyil, adları bilinməz, tozu bilinməz. Amma mələkut aləmində ondan danışırlar. Məhrəmli dilində məhrəmli dedim ki, İmam Səlləsələm məclisinə xidmət eləməyə haqqında hədis var ki, Peyğəmbərlər ki, biz onların atalarının adı ilə tanıyırıq. Bəs budur ki, İslamda dəyər nədən ibarətdir? Allah insan nə ilə ucaldar? Bəhsimiz budur. Diqqətinizə ayə əvvəldə oxudum. Əsma binti Ümeyiz İslamda bir xanımdır. İslamda mübariz xanımlardan biri olubdur bu xanım. Xidməti olan xanımlardan olubdur. Cəfər Təyyarın həyat yoldaşı olub. Əleyhisselamın qardaşı Cəfər Təyyar ki, qolları kəsilmişdi müharibədə, döyüşdə. Behişt əhlidir, onun xanımı idi. İslam dini təzə zühur eləyəndən sonra ki, müşriklər müsəlmanlara çox əziyyət edərdilər, canları ilə, malları ilə, Peyğəmbər göstəriş vermişdi ki, müvəqqəti olaraq bu çətinlik həllini tapana qədər canınız, malınız təhlükədən uzaq olsun. Peyğəmbər göstəriş vermişdi, getdim məsələn filan şəhərə, filan kəndə. Bu xanım deyir, mən də getdim Peyğəmbərin sifarişi ilə, biz də bir dəstə möminlərlə, müsəlmanlara getdik hara? Afrika ölkəsi Həbəşistana, indiki Efiopiya var Afrikada, həmin ölkəyə.
Deyir, biz ki getdik Efiyopiyaya, həmin o Həbəşistana, vəziyyət bir qədər İslam dini genişlənəndən sonra qayıtdıq Məkkəyə təzədəndən. Məkkəyə qayıdandan sonra həmin bu Əsma bint Ümeys deyir ki, mən getdim Məkkə xanımlarından soruşdum bir-bir ki, mən neçə müddət getmişdim, məlum səhədə qocalaşmışdım vətəndən. Bu Allahın kitabında, Quran-ı Kərimdə biz xanımlar haqqında bir ayə var, hər hansı bir ayə mövcuddur, bir kəlam var ki, bizim xanımlar haqqında olsun. Deyir, bu xanımlar hərəsi bir növ cavab verirlər bu xanıma, Əsmaya. Bu qani olmadı. Getir Peyğəmbərin hüzuruna, Peyğəmbərdən bir başı soruşur ki, ya Rəsulallah, biz ki sənin əmrinə getmişdik filan kəndə, filan şəhərə, indi qayıdıb gəlmişik. Sualım budur ki, bu Allahın kitabında ki, sən bu kitabı bəyan edəyənsən, bizim haqqımızda bir xanımlar haqqında bir kəlam var, bir söz var, Allah bizim haqqımızda demiş olsun, dedi, bəli. Bilirsiniz, Quran-ı Kərimdə bir səbəbin nüzulu var, bir şənin nüzulu var. Şənin nüzulu buna deyərlər, Peyğəmbər zamanı bir hadisə baş verildi. O hadisiyə görə Allah Quran ayəsini nazil edibdi. Bir rivayətdə budur ki, xanım Əsma Peyğəmbərdən soruşandan sonra ki, ya Rəsulullah, bizim haqqımızda Quran-ı Kərimdə bir ayə var ya yox, bu ayə nazil oldu. Əhzab sözü 35-ci ayə. Ayənin əvvəli bundan başlayır. İnnəl musliminə vəl muslimat vəl mu'minə vəl mu'minat. Bəhsin, çünki ayədə çox söz danışır, ikisinin haqqındadır. Burada innəl musliminə vəl muslimat. Həqiqətən mömin, müsəlman xanımlar və müsəlman kişilər ayənin davamında buyurur ki, bunlar üçün böyük bir əcr vardır. Bəs budur ki, İslamda birinci dəyər, Quranın buyurduğuna əsasən müsəlmançılıq, təslimiyyətli dəyəridir. Allah buyurur ki, mənim bir sıra bəndələrim müsəlman yəni nə? Yəni təslimdirlər. Yəni Allahın sözünə qulaq asandılar bunlar. Və bu qulaq asmalı, bu təslimiyyətdə qadın kişi bizim yoxumuzdur. Dəyərlərdən qadın kişi yoxumuzdur. Bəli, bədənlər, səbəbi də budur, ha? Bədənlər qadın kişi cinsi ola bilər. Amma ruhun kişi və qadın cinsi yoxdur. Bədənlər kişi və qadın cinsi ola bilər. Amma ruhun qadın və kişi cinsi olmadığı üçün, dəyərlər ruha qayıtdığı üçün, qadın da kişi də Allah yanında uca məqam sahibi ola bilər. İnnəl musliminə vəl muslimat mənası budur ki, Allah yanında bir sıra mömin qadınlar və kişilər Allaha təslimdirlər. Təslimdir yəni nə? Yəni Allahın sözünə baxandılar. Deyir, filan kəs müsəlmandır. Yəni nə? Yəni Allahın sözünə qulaq asandılar. Biz bəzən görürsən, bu təslimiyyəti yanlış anlayırıq. Şeytandan, iblisdən dedi ki, Allah sən məni Adam Peyğəmbər səcdə etməkdən azad elə. Allah sənin, bizim orada sənə 100 rükət namaz qılaram. Amma ona faktik olaraq bana səcdə eləməyim. Allah buyurur ki, mənim sənin ibadətinə ihtiyacım yoxdur ki. Amma sən ki, sən ibadət edəyəsən, gələk mən deyən yolundan, metodundan ibadət edəyəsən. Bəzən görsən, biz özümüz Allaha təslimiyyətin yolunu göstərir ki, Allah təslimiyyət bizim anlaşımızda bu cür nədir? Ümumiyyətlə, selamun aleyküm və rəhmətullah. Sual bundan ibarət ki, niyə görə biz Allaha təslim olmalıyıq? Niyə görə mən Allahın əmrini icra etməliyəm? Sualdır da, niyə görə təslim olmalıyam? Niyə görə Allah buyurur ki, birinci dəyər müsəlmancan təslimiyyət məqamıdır, təslim olmasın Allah. Səbəb nədir? Səbəbi bir dənə də əzizlərim. Səbəb budur ki, mən gərək Allahın sözünə qulaq asam, ona görə ki, Allah məni məndən daha yaxşı tanıyır. Bu bir. İkincisi də budur ki, məni məndən daha çox sevir. Niyə Allah sözünə qulaq asmalıyam? İki dənə meyar var. Bir, Allah məni məndən yaxşı tanıyır. İki, Allah, selamun aleyküm və rəhmətullah, Allah məni məndən daha çox sevir. Quran-ı Kərimdə Allahla bizim aramızda, bəndələr arasında bir sıra diyalog var. Allah bir yerdə buyurur ki, deyir ki, mən sizə hamıdan yaxınam. Selamun aleyküm.
Bəziyə də budur ki, mən sizə yaxınlarından da yaxınam. Vaqia surəsində də deyirlər ki, can vermə ərəfəsindəsən, insan ölür. Vaqia surəsində də bu. Deyir, görürsən, əmin, dayın, ata-anan, xalam yanındadır, kənarındadır, baş ucundadırlar. Allah buyurur ki, mən onlardan da sənə yaxınam. Bir yerdə deyir ki, mən sizə şah damarınızdan da yaxınam. Həblil varidi. Başqa bir yerdə söz deyir. Buyurur ki, Ənnallaha yəhul mər'i və qalbi. Buyurur, mən sizə qəlbinizdən də yaxınam. Yəni nə? Yəni Allah bizlə, qəlbimizlə bizim aramızdadır. Bəs niyə görə mən Allaha təslim olmalıyam? Səbəb budur ki, çünki o mənə hər kəsdən daha yaxındır. Mən gərək biganələrin sözünü qoyam kənara. O sözün sözünə qulaq asmalıyam ki, o məni məndən daha çox yaxşı tanıyır və mənim hamıdan daha çox sevir. Təslimiyyətin mənası budur ki, biz bir insan namazını qılır, bəli, orucunu tutur, bəli. Təslimiyyət budur ki, biz hər hansı bir ibadəti yerinə yetiririk, təslimik. Allah deyir, namaz qıl, Allah baş üstə. Allah deyir, oruç tut, Allah baş üstə. Təslimiyyətdir də, bu da bir dəyərdir. Amma bəzən görərsən nədir? Qəlbimiz aram olmaz. O ki, ayədə buyurur ki, İnnəl muslimin vəl muslimat, qadın, müsəlman və kişi Allah təslimdilər. Biz hamımız təslimiyik Allah. Məsələn, oruç tutarıq, 16 saat qalır Ramazan ayında. Bu bir dəyərdir. Allah yoluna xərcləyərəm. Yaxşı, xərcləyərəm. Təslimiyyətdir, bu bir dəyərdir. Riayət edirəm, icra edirəm. Amma bir ikinci nöqtə var, amması var. Amma nədir? Amma budur ki, mömin deyiləm. Niyə? Çünki qəlbim aram deyil. Namazı qılıram, xeyir iş görürəm. Amma bir narahat, məsələn, Allah yoluna xərcləyərəm. Təslimiyyətdir, bir dəyərdir. Verdim, Allah yoluna xərclədim. Amma hər qəlbim aram deyil, narahatam. Niyə görə məsələn verdim? Məsələn də Allah, niyə 16 saat az qalmalıyım mən? Orucu tuturam amma. Deyirəm Allah, olmadı ki, məsələn, bu aclıq olmazdı. Buyurur ki, İslamda birinci dəyər budur ki, qadın və kişi Allaha təslim olmalı, bu bir dəyərdir. Amma ikinci dəyər budur ki, insan gərək mömin olsun. Yəni nə? Yəni birinci dəyər, insan əməllə təslim olsun Allaha. İkinci dəyər budur ki, vələ müminə vələ müminat. Qəlbi donum olsun, aram olsun. Bəs müsəlman, yəni əməldə təslim olmaq. Mömin yəni nə? Mömin yəni qəlbdə aram olmalıq. Quranda Tövbə surəsində bir sədəqə ayəsi var, xumus ayəsi var. Allah Peyğəmbərə buyurur ki, Peyğəmbər, xuz min ənvalihim sədəqə. Peyğəmbər, müsəlmanların xumusun sədəqəsini al. Bunların ki, canları, malları çıxdı paşlığa. Deyir, Peyğəmbər, bunlar verirlər, xumusun zəkatını, vacbatını verirlər. Peyğəmbər, bu bir narahatsızlıq qalır qəlbində. Sən onları dua elə ki, onların qəlbin olsun, aramlıq tapsın. Bəs müsəlmançılıq budur ki, insan bir işi icra eləyən, bu oldu təslim, bir dəyərdir. Bir də var, vəli müminə, vəli müminət. İnsanın gərək qəlbidən olsun, aram olsun. Qəlbin aram olması ikinci bir dəyər ki, mümin olmalığı gətirib çıxardır. Bəs birinci dəyər oldu təslimiyyət, müsəlman olmaq. İkinci dəyərdə budur ki, mömin olmaq, yəni nə? Qəlbin aramlığı. Namazı qıldım, bir rahatçılığım olmalıdır. Allah yolunda xərclədim, verdim, getdi sədəqəni. Qəlbim də aram olmalıdır ki, Allah bunu sənə xatir verdim. Dayı verəndən sonra deməyim ki, niyə görə verdim. Əgər desək ki, niyə görə verdim, birinci dəyər yerindədir. Verdim, təslim oldum. Amma o nigarançılıq var ki, niyə verdim, budur ki, mömin olmadın. Mömin budur ki, gərək qəlbindən olsun, aram olsun. İnsan nə qədər Rəbbi ilə, Allah ilə tanış olarsa, onu yaxşı tanıyarsa, o təslim də olar, mömin də olar. Biz bəzən görsən, Allahı öz zehnimizdə, məsələn, bəzən insanlar deyir ki, Allah var. Yəni, Allahın olmalıq həddi bu qədər biri, Allah vardır. Bəzən nə deyirik?
Bəzən deyirik ki, Allah var və mənim xaliqimdir. Yəni, məni yaradandır. Bəzən deyərik ki, yox, Allah var, mənim xaliqimdir və mənim Rəbbimdir, mənim sahibimdir. Bəzən yuxarı bu sözləri deyərik ki, Allah vardır, mənim xaliqimdir, mənim Rəbbimdir və mənim vəlimdir. Allahu huvəl vəli. Yəni, Allah məni becərdəndir. Bir ağacın bağbanı olmaz. Allah bizim inkişaf elətdirəndir, bizi becərdəndir, bizə hər nə əta eləyəndir. Zehninizdə bir bağban təsəvvür eləyin. Məsələn, bağda ağaclara baxan. O bağban iki cür ola bilər. Biri budur ki, bağban pul alır bu idarədən. O pul müqabilində xidmət göstərir, ağaca xidmət edir. Buyururlar ki, o ağaca ki, pul müqabilində xidmət edir, deyərlər Rəbdir. Yəni nə? Yəni bu ağaca sahibdir. Bir də vardır ki, insan ağaca sevdiyi üçün qulluq edir, xidmət göstərir. Buna deyərlər nə? Vəli. Sevə-sevə xidmətdə durmağa deyirlər nə? Vəli. Quranda bir heyfdir, Quranda bir incəlik var. Eşitmişsiniz də Firon ələtullah əleyh. Firon nə iş görərdi? Uşaq öldürərdi, düzdür? Eşitmişsiniz də Firon körpə uşaqları qətlə yetirərdi. Nə üçün? Çünki Firona demişdilər ki, Firon, bir nəfər gələcək dünyaya, sənin hakimiyyətini aparacaq sual altına. Əmr vermişdi ki, la ilahe illallah, dünyaya körpə uşaq gələn kimi qətlə yetirin. Hətta ana bətnində belə qətlə yetirirdilər. Bəhsin buradadır. Allah nə iş gördü? Allah görürsün nə iş gördü? Allah Musa peyğəmbəri Fironun nəinki evində, Fironun qucağında böyütdü. Yazılığı gəldiyi üçün yox, babalığı gəlmirdi. Babalığı gəlsəydi 100 dənə, 1000 dənə uşaq qətlə yetirmişdi. Körpə bələddə olan uşaq. Yazılığı gəldiyi üçün yox. Quranda ayəsi var. Taha 39-cu ayədə buyurur ki, və əlqəytu ələykə məhəbbətən minni. Deyir, bir insan təsəvvür eləyin, bir uşaq babalığa gəlir. Məsələn, bir 4 dənə uşaq götürüb saxlayır. Bir var insan bir uşağı yazılığa gətirə, babalığı gələ götürüb saxlayar. Buna deyərlər Rəbbidir. Bir də var uşaq onun öz uşağıdır. Sevə-sevə onu baxar. Deyir ki, biz Musa peyğəmbəri Fironun qucağında böyütdük. Və yazılığı gəlmədi, yazılığı gəlsəydi, belə uşağı öldürməzdi ki. Buyurur ki, biz Fironun qəlbində Musaya məhəbbət qərar verdi. Yəni nə? Yəni Firon lənətullah Musa peyğəmbəri sevə-sevə böyütdü qucağında. Sevə-sevə böyütdü. Biz elə bilirik də, əzalar bizimdir. Bu əl mənim, bu göz mənim, bu dil mənim. Bizimdir. Bizim olsa 50 yaşdan ona göz düşməz effektdən. Əl düşməz. Əleyhisselam Resulullah deyir ki, Cəvarikum cunudu, sizin bədən üzvləriniz mənim qoşunumdur. Yəni nə? Yəni mənimdir bunlar hamısı. O ki, qiyamətdə oxuyur, Quran ayələri, şəhadət verəcək əl, göz, dil, qulaq. Hamısı Allahın qoşunudur. Qəlb Allahındır. Firon lənətullah Musa peyğəmbəri qucağında sevə-sevə öz uşağı kimi böyütdü. Buna deyirlər nə? Vəli olmaqlıq. Allah bizdən belə bənd olmaq istəyir ki, həm təslim olasan, həm mömin olasan. İbadət itaat ki, yerinə yetirdin, müsəlman oldun, təslim oldun. Buna kifayətlənmir, buyurur ki, mömin də olmalısan. Yəni nə? Yəni qəlbin də aram olmalıdır. Qəlbin də aram olmalıdır. Dedi ki, insan o ağaca məhəbbət bəsləyir, sevdiyi üçün xidmət göstərir. Buyurur ki, o ağaca sevə-sevə məhəbbət bəsləmək, xidmət göstərməklik Allahla bəndə arasında belə olmalıdır. İnsan görə Allaha cəhənnəm qorxusundan bu da ödəyərdə, işim yoxdur burasında. İnsan görə Allaha vacibat ki, yerinə yetirir, haramlar ki, çəkilir,
ona sevə-sevə, sevdiyi üçün ona bu xidməti eləyə, haramdan çəkinə. Ayın davamında buyurur ki, o mömin qadınlar, kişilər təslim oldular Allahın əmrinə və mömin oldular, onların qəlbi aramlıq tapdı, oldu, mömin sakit oldular. Buyurur ki, onlar üçün böyük bir mükafat vardır. Mükafat yəni nədir? Mükafat yəni behişli qərar vermişəm onlar üçün. Behişli qərar vermişəm. Bütün bu danışdığıma, müqəddimə qərar verdim xanım Zəhradan ötəri. Aləm ona fəda olsun. Bir var, çalışırıq dünyadakı, gedək behişdə. Namaz qılaq, ibadət eləyə, gedək behişdə. Gör hansı dəyərlidir. Birdən vardır ki, behiş məndən ötürü darıxır. Bir var, mən darıxam, gedən behişli görəm. Bir də var ki, behiş məkan olaraq deyir ki, onları istəyirəm. Xidmətində dursun. Hədislərdən var ki, həm kişilərdən var, üçün bəhsim xanım Zəhra bəhsidir, xanımlardan deyirəm. Hədislərə əsasən 4 dənə də xanım o xanımlardandır ki, nəinki bunlar istəyirlər behişdə getsinlər, behiş bunların intizarındadır. Yəni nə? Yəni bu 4 dənə xanım behiştin özündən böyüdülər. Behiştin özündən bu 4 dənə xanım böyüdü. Biri kimdir? Xanım Məryəm salamın əleyha. İkincisi xanım Asiya. Musa Peyğəmbərin anası xanım Asiya. Üçüncüsü Peyğəmbərin xanımı xanım Xədicə Kubra. Dördüncüsü də onun qızı xanım Fatimə Zəhra salamın əleyha. Bu 4 dənə xanımlar o xanımdılar ki, nəinki behişti istəyirlər, behiş bunların intizarındadır. Bunlar behişdən böyüdülər. Bunlar behişdən böyüdülər. Xanım Zəhra salamın əleyha o xanımdır ki, Quran-ı Kərimin bütün ayələrinə misdaqıdır. İnfaqında, iffətində, ismətində, övlad tərbiyəsində, ata-anaya xidmətdə nümunədirlər. Təslimdirlər xanım Zəhra və balaları Allaha təslimdirlər. Zikir müsibətim çabalamaqda yaxında əlləşsin. Zikir müsibətim bu olsun. Bir böyük alim vardı, dünyasını dəyişib təqribən 100 il bundan öncə, Nədəfdə olardı. Adı Mühəqqiqi İsfahani idi. Baxmayaq ki, müstəhid idi, fəqih idi. Əhl-i Beyt əleyhissalamın barəsində bir yanıqlı bir rozaları var, məlçələri var. Sözləri çətin, ağır bir sözlərdir. Axı bilirsiniz, xanım Fatimə Zəhra çoxlu müsibətlər üz vermişdi. Niyyətinizdə elə öz dünyadan köçən anlarımızı yadımıza salaq, xanım Zəhra ağlayaq. Bilirsiniz, xanım Fatimə Zəhraya çoxlu müsibətlər üz vermişdi. 2 dənə şahid deyirəm o müsibətlərdən sonra o alimin rozasından 2 kəlmə deyib söhbətimi əziz qardaşıma təhvil verirəm. Həmin bu alim əvvəl olaraq deyir ki, xanım Zəhra çoxlu müsibətlər üz vermişdi. Biri bu idi ki, xanım Fatimə Zəhra salamlayha bir həddə gəlmişdi ömrün axır günlərində. 18 yaşlı bir xanım bir həddə gəlmişdi, deyərdi ki, Rabbi bi təcili vəfatı, deyərdi Allah, mənim ölümümü tezləşdir. 18 yaşlı bir xanım Nəuzbillah, intihar etmək istəmirdi, məsumdur. Məlum məsələdir ki, xanım bu sözündən bunu çatdırır, selamun aleyküm və rəhmətullah. Məlum məsələdir ki, xanım bu ki buyurur ki, Allah mənim ölümümü tezləşdir. Burada bir mövzu vardır ki, o da bundan ibarətdir ki, demək, selamun aleyküm, hələm 18 yaşlı bir xanım arzu qurmaq ərəfəsindədir. 18 yaşlı xanım nə edir? Övladları üçün bir xəyal qurar, arzu xəyal edir gələcəkləri üçün. Nə olmuşdu ki, xanım Zəhra 18 yaşında deyərdi ki, Allah bir şərait yarat ki, mən daha bu dünyadan köçüm. Bu bir dənə şahiddir. İkinci şahid də budur ki, xanım nisbət verildiyi da budur ki,
Deyir, xanım Zəhra özü buyurar, deyər ki, mənim başıma müsibətlər subbət ələyyəl məsaibə ləv ənəhə subbət ələl əyyam ləudnə ləyaliyə. Buyurur ki, mənim başıma müsibətlər o qədər ard-arda yağış yağan kimi gəldi ki, əgər o müsibətlər gündüzə gəlsəydi, dönüb gecə olardı. Yəni nə? Yəni mənası budur ki, bir sıra hadisələr baş vermişdi xanım Fatimə Zəhra, müsibətlər üz vermişdi ki, buyurur ki, o müsibətlərin ağırlığından əgər gündüzə gəlsəydi o ağrılar, o acılar, dönüb gecə olardı. Həmin o alim, Mühəqqiq İsfahaninin bir sözü var, deyir ki, onun rolası budur. Deyir, xanım Zəhra haqqında çoxlu müsibətlər eşitmişəm tarixdə. Qapı arxasında qalmaq eşitmişəm, qapı ilə divar arasında qalmaq eşitmişəm. Buyurur ki, bir dənə amma bir cərəyan var, bir söz var, bilmirəm onun mənası nədir. O da budur ki, deyir, ləstü ədri, yəni bilmirəm, ləstü ədri xəbərəli mismar. Deyir, tarixdə bilirsiniz də, mismar ərəbi kəlmədir, ərəbi sözdür. Hər mıxa mismar deməzlər. Lap böyük mıxa mismar deyərlər. Deyir, bir dənə hadisə var, tarixdə eşitmişəm. Mismar məsələsi. Ləstü ədri xəbərəl mismar. Tarixdə deyir, bir dənə mismar cərəyanı var. Eşitməmişəm, bilmirəm bu nə olan şeydir. Deyir, yaxşı neyim, hardan bilim ki, o mismar cərəyanı nədir? Deyir, sədriha xəzinətəl əsrar. Deyir, əgər bilmirsən o mismar cərəyanı nədir, onun xanım Zəhranın sən qəlbindən, sinəsindən soruş. Çünki o sinə sirlər xəzinəsidir. Elə bil ki, Zəhranın o sinəsi ilə o mismarın bir əlaqəsi var. Sallallahu aleyki ya Fatimətü Zəhra.